Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah dualarınızı, ibadet itaatlerinizi kabul etsin. Oruç namazlarınız kabul olsun. Allah Teala Ramazanın feyzini, rahmet bereketini hamımıza nasip eləsin. İnşallah karşıdan Qədr geceleri gələr. Allah Teala Qədr gecelerinin fəzilətini, xeyrini hamımıza nasip eləsin. Bu gecə də inşallah əziz dəyərli ustadlarla birgə sizin huzurunuzdayıq. Hacı selamun aleyküm ve rahmetullah. Hoş gördük. Aleyküm selam ve rahmetullah. Teşekkür. Allah kömür olsun. Allah ibadet taatimizi kabul etsin inşallah. Allah razı olsun. Seyyid selamun aleyküm. Selamun aleyküm ve rahmetullah. Sizdə. Hoş gördük. Allah sıvar eləsin. Biz Hazreti Nuh Peyğəmbərdən başladıq. Və keçən səfər Quran-ı Kerimdən bir neçə ayəni oxuduq Hazreti Nuh Peyğəmbərlə bağlı. Bugün də bir neçə ayəyə toxunacaq inşallah. Elə bilirsiniz ki, Quran-ı Kerimdə Nuh surəsi var. Hazreti Nuh'a hasr olunmuş bir surədir və onun adı ilə adlandırılır. Və orada Hazreti Nuh'un dəvətinin ilk çağından başlayır və Hazreti Nuh'un dövrünü bir xarakterizə edir. O cür onların insanların xüsusiyyəti nədən ibarət olub və Hazreti Nuh'un misyası və Nuh'un öz qövmü ilə danışıq tərzi, onlara ilk nələr buyurub, nələrə dəvət edib, hamısı bu surədə qeyd olunur. Ta gəlib tufanın dövrü, tufan dövrü və tufan üçün edilən dua, Həzrəti Nuh'un duası və s. Burada bu surədə qeyd olunur. Həzrəti Nuh haqqında bir çox ayələrdə və surələrdə məlumat var. İnşallah biz əgər imkan olsa gələn söhbətlərimizdə də digər ayələrə toxunarıq. Bir də tufanın özü və onun xüsusiyyətləri, tufan əsnasında baş vermiş hadisələr hamısı Quranda necə gəlibsə ona da toxunacaq inşallah. Nuh surəsində Allah Təbarək və Teala belə başlayır ki, Bismillahirrahmanirrahim. Biz Nuh'u göndərdik onun qövmünə ki, öz qövmünü qorxut, xəbərdar et. Ağrılı əzab gəlməmişdən əvvəl xəbərdar et. Həzrəti Nuh da gəldi, dedi ki, ey mənim qövmüm, həqiqətən mən sizə göndərilmiş açıq-aşkar qorxudanım, xəbərdar edənəm. Və sonra 3 dənə dəvət edir. 3 bir mövzuda dəvət edir. 1. Əni-abudullah. Allaha ibadət edin. 2. Vəttəquhu. Təqvalı olun, ondan çəkinin. 3. Və ati'uni. Mənə itaat edin. Bu 3 dəvət, 3 şaxəli dəvət Həzrəti Nuh'un dəvətində əsas mövzuları təşkil edirdi və nəticəni də deyir. Yəni, Peyğəmbərlərin dəvətinin əsas xasiyyəti bundan ibarətdir ki, həmişə mənəvi və maddi işlərin də təsirlərini, həyatımızdakı təsirlərini buyururdu və ümumiyyətlə bizim əməllərimizin, bizim işlərimizin metafizik aləmə, yəni mələkut aləminə, Allahın belə deyək, o ruzi məsələlərindən tutmuş digər məsələlərə necə təsir etdiyini də Həzrəti Nuh burada buyurur. Buyurur ki, əgər siz bu işləri görsəniz, yəni ibadət, təqva və mənə itaat etsəniz, yəğfir ləkum min zunubikum. Allah sizin günahlarınızdan bağışlayar. Və yuəxxirkum ilə əcəlin musamma. Və sizin əcəlinizi, ömrünüzü müəyyən vaxta qədər təxirə salar. Çünki ola bilsin günah əsnasında, günah səbəbi ilə sizin əcəliniz çatmış olsun, ölümünüz çatmış olsun. Amma əgər mənim dediklərimi qulaq assanız, əcəliniz təxirə, ömrünüz uzanar. İnnə əcəlallahi idə cəə la yuəxxər. Çünki Allahın təyin etdiyi o əcəl təxirə salınmır. O təxirə salınmır. Ləv kuntum ta'ləmun. Kaş biləydiniz. İnşallah elə hacı birinci sizdən başlayaq. Buyurun bu deyilmiş ayələr və fikirlər haqqında fikirlərinizi alaq.
Bismillahirrahmanirrahim. Azı Həzrəti Nuhun 950 il peyğəmbərliyində o qədər işlər olub, onların hamısını yığıb-yığışdırmaq biraz çox çətindir. Asıl burada siz oxuduğunuz ayədə demək, bir əcəlin təxirə düşməsi idi. Amma Günahın bağışlanması, əcəlin təxirə düşməsi. Onda biraz onu qabaqdan başlasaq necə olar? Həzrəti Nuhun Fərq eləməz. tufan məsələsində bəla istəməsi. Yox, o sonra, hələ sonradır, hələ ora çatmayıb Həzrəti Nuh. Burada Nuhun gəlişindən Allah söhbət açır ki, gəlir xəbərdarlıq edir Həzrəti Nuh. Yəni, bir var ki, məsələn, həm gəlib xəbərdarlıq eləsin, həm də müjdə versin. Adətən peyğəmbərlər iki əsaslı dəvət ediblər də, yəni iki xasiyyətli dəvət ediblər. Bir, onları Bəşirən və nəzirə. həm müjdə olur, həm də qorxu. Amma adətən peyğəmbərlər ilk gələndə qorxudaraq yəni dəvətə başlayıblar. Bu qorxunun ümumiyyətlə insanlara nə kimi təsirləri var və niyə peyğəmbərlər adətən qorxudan, təhlükədən xəbərdarlıq edirlər? Məsələn, Həzrəti Peyğəmbərimizin də öz dəvətində var. Deyir, Səfa dağının ətəyində çıxdı təpənin başında. Ya Sabahan başladı o cür uca səslə insanları dəvət etməyə. Hamı yığışdı. Orada buyurdu ki, əgər mən sizə desəm ki, dağın o tərəfində sizin düşmənləriniz ordu ilə sizə tərəf hücum edir, hücum etmək istəyir, inanarsınız? Dedilər ki, bəli, sən ki, heç vaxt səndən yalan İnanılmış adamsın. Yalan görməmiş. Onda dedi ki, inni nəzirun ləkum beynə yedəy azabin şədid. Mən qarşıdan gələn şiddətli əzabla sizi qorxuduram. Görürsünüz, qorxu ilə, qorxudaraq, təhlükəni izah edərək. Məncə Quranda, Quran-ı Kərimdə əsasən cümlələr bəşirən və nəzirə gəlib də Seyid. Bəşirən və nəzir. Nəzirən və bəşirə səhv eləmirəmsə gəlməyib. Belə bəşirən və nəzir. Əvvəl müjdəni gətirib, sonra qorxutmağa gətirib. Amma ümumiyyətlə onun peyğəmbərlərin gəlib insanları qorxutmaq mövzusu biraz insanların özlərinin məncə psixologiyasına görədir. Onların insanların özlərinin xasiyyətinə görədir. Çünki məsələn, adi uşaq tərbiyəsində, indi mən o qədər bilmərəm də onu, yəni mən onu mütəxəssisi deyirəm ki, məsələn də onu akademik oxumamışam, məsələn. Amma adətən özümüzün təcrübəmizdə görmüşük ki, məsələn, uşağı təşviq eləyəndə o qədər təşviq olunmur, amma təxfif eləyəndə, qorxudanda biraz o tez çəkinir o əməldən. Məsələn, deyəndə sənə bir filan şey alacam, görsən bir dəfə qəbul edir, ikinci dəfə deyil, görsən imtina edir. Amma o qorxu mövzusunda görsən biraz ciddiləşir. Ümumiyyətlə, insanın xasiyyəti budur. İnsan o müjdədən çox, ondan sonra məsələn də bizə deyim, nəsə bir yaxşı şeyin vədəsini verməkdən çox daha qorxutmaqla daha artıq şəkildə tərbiyə olunur, ondan sonra çəkinir. Məsələn, baxsınız da dilimizdə də, danışığımızda da insanları qorxutma ibarətləri, cümlələri, necə deyirlər, sözləri, o müjdə vermə sözlərindən məncə daha çoxdur. Getmə, əziyyətə düşərsən, getmə, məsələn, yol belə olar, getmə, məsələn, bir radara düşərsən, nə bilim, neynərsən, bu cürə çox. Yəni, mən elə fikirləşirəm, indi yenə Seyid də deyər, o insan qorxutmaqla daha çox yola qayıdır, daha çox yolda qayıdır. Məsələn, biz baxsaq, görsək, məsələn, məsumların dilində də onlar danışanda, məsələn, Allahın yanında olan o şeylərdən də danışıblar. Bəlkə də elə bərabər danışıblar. O Allahın yanında olanlara olan rəğbət, Allahın yanında olanlardan istəmək, sən Allah mənə beşli bərrin ver, mənə filan beşli ver, sən mənə filan şey əta elə, mənə yanında yer ver, məsələn, bu şeylərdən də danışıblar. Amma
baxsaq biz məsumlardan gələn o münacatlara, duaları orada görürük ki, daha çox Allah. Məsələn, Əli əleyhissalam kimi şəxsiyyət deyir ki, mənə cəhənnəm atsın, neynərəm, mənə dostlarımdan ayırsın, neynərəm, mənə düşmənlərimlə bir yerə salsın, neynərəm. Və bunun kimi, məsələn, ömrümü kəssin, məsələn, İmam Səccad əleyhissalamın dualarında var ki, ömrümü kəssin, neynərəm. Məsələn, bu cürə mövzular. Bu belə görükür ki, yəni məsələn də belə kənardan baxanda insan o nəzir vasitəsilə, yəni qorxuma vasitəsilə daha çox elə bil ki, yola gəlirlər ya yolda qalırlar. Hətta məsələn belə bir ibadət itaət əhlində biz məsələn başa salanda heç demirik. Adi biz xütbələrimizdə, söhbətlərimizdə, məclislərdə filanda gözünə behişdən də çox az danışırıq. Amma elə cəhənnəmdən çox danışırıq. Çünki behişdə gedəcəyik də, cəhənnəm görməyəcəyik, ona görə ondan çox. İnşallah elə olsun, amma elə də baxanda məsələn siz o təsəvvür edin, oturmuşuq məsələn 20 nəfər adama, bir nəfər söhbət edir, deyir məsələn behişdə siz üçün belə yeməklər, belə ballar, belə sular, belə bağ, belə məsələn mümkündür, hə, orada kimlərsə bu mövzu ilə maraqlana məsələn. Amma baxırsan, görürsən, deyirsən, məsələn, cəhənnəm bu cürə, məsələn, xuzuhu və qullu sümməsi fi silsilətin səbəunə zirahət əsluku məsələn də ki, tutun onu zəncirün, sonra dolandırın cəhənnəmin içərisində, ya məsələn, cəhənnəm belə yandıracaq, hesab belə olacaq. Bunlar daha artıq təsir qoyur. O da insan üçün mənfi bir xüsusiyyət, mənfi deyil. Yəni, məsələn, kimsə fikirləşər ki, qorxu hissi Allahın insanın daxilində qoyduğu bir dənə hissdir. Başqa hisslər kimi. Necə şövq hissi var, şəfəq hissi də var da. Məsələn, Əli əleyhissalam deyir, imanın rükünlərin sayanda, deyir, imanın 4 dənə rükü var, rükusu var. Biri də gəlir, deyir ki, əl-xov və şəfəq. Biri qorxudur, biri də təşviqdir. Onu da məsələn, düzdür, bərabər gətirir. Amma görürsən, gəlir izahında biraz qorxu mövzusuna, yəni bu insanın daxilində yaradıb Allah Teala bu qorxmağı. Özdə bu Allah insanı qorxaq yaratmayıb. O bir qoruyucu müdafiə Əhsən, Allah insanı təhlükədən, insan təhlükədən, məsələn, sürücü təhlükədən qorxmasa, onun hara gedər məsələn? Ya məsələn, fərz elə bir adam bir yeri qoruyur, mühafizidir oranın. Oranı məsələn, təhlükədən qorxmasa, bu qoyar başı. Əskər məsələn, təhlükədən qorxmasa, əskərə 100 dənə də deyirsən, məsələn, sən yatma səngərdə, məsələn, səhər sənə məsələn 2 qat səhər yeməyi verəcəm. O məsələn, bir anda fikirləşər ki, birini yesən bəsimdir, elə neyinirəm ikincisini. Amma məsələn, deyəndə ki, gələr düşmən başı kəsər, səni öldürər, postu keçər, bu cür olar. O daha onda ciddiləşir o mövzu. Ona görə o qorxu daha yaxşı qoruyucu vasitəsidir. Özü dediyim kimi onu Allah Teala qoyub insanın içərisində, amma meyarlar ayrıbdır onun üçün. O ölçülər ayrılıb, kimdən qorxmaq, nədən qorxmaq, hansı vəziyyətdə qorxmaq. O ənbiyanın da ona görə də ən çox o mövzuda, qorxutmaq mövzusunda bu cəhətdəndir ki, insanlar daha çox ondan islah olunurlar. Daha çox, bəli də, elə bir, hətta yola gəlirlər və hətta yolda qalmaqdan ötürü də şeydir. Mümkündür, yolda olan adam çox belə, deyək ki, məsələn də ki, mən istəmirəm, elə bu qədər bəsimdir. Ondan sonra yola gəlməyən adam da, elə məsələn, amma o yolda olan adamı da o qorxu, özdə məsələn, adam qorxudan da demir ki, gəlib, barmağı kəsəcək, gedəcək. Deyirsən, bütün vücudu məsələn yandıracaq. Məsələn, həmimi tökəcəklər üstü və ya içəcəksən, bütün içərin yanacaq, məhv olacaq, gedəcək. Bu cürə, yəni bu mövzular insanı daha çəkindirir. Həm də Seyid, Hacı təşəkkür edirik ki, Seyid, həm də elə bir ki, qorxu həm də insanın ağlını çalışdırmaqdır, yəni qorxutmaq, həm də əslində Peyğəmbərlər gəliblər, deyiblər ki, yəni ağlınızı işlədin də, siz bu halda ki, bu cür həyat sürürsünüz, bu qədər negativ məqamlar var sizin həyatınızda. Əgər siz bu cür davam etsəniz, yəni sonu uçurumdur da, baxın, ağlınızı işlədin, əgər bu uçurumu istəyirsinizsə, yaşayın o cür. Yox, istəmirsinizsə, onda bir çarə
edirlər. Yəni həm də ağıllı düşməyə dəvətdir də bu qorxutmaq. Mən elə başa düşürəm. Bismillahirrahmanirrahim. Mən də təşəkkür edirəm. Həm sizə, həm də Hacıya təşəkkür edirəm ki, yaxşı məlumatlar verdi. Hacının sözünün qüvvəsi olaraq bunu deyim ki, bir misalla mən də əlavə edeyim Hacının sözünə ki, bəs gücləndirim Hacının sözünü. İki sürücünü siz yola salın, avtomobil idarə eləsin. Birinə deyin ki, sən sürəti 100-dən yuxarı qaldırmasan, yolun başında sənə məsələn 1000 manat verəcək, 10 min, 100 min verəcək. İndi yolda bu tələsdir. Nə üçünsə tələsir. Uzaq başı fikirləşəcək ki, verməsə 1000 manat. Nə itirləmiş? Məndə bir şey dəyişiklik Nə itirləmiş? Amma desən ki, radar çəkir və səni kamera çəkir, 1000 manat cərimə edəcək. O tələssə də, hər nə olsa da, o qorxusundan. Yəni, insanları cəza tərbiyə edir. Cəza tərbiyə edir. Alimlərdən biri deyir ki, sübh namazı ilə gecə namazının vaxtı təxminən eynidir. Gecə namazı haqqında yazılan savablar sübh namazı haqqında yazılmayıb. O qədər savabı var. Məqam-ı Məhmuda çatdırır Peyğəmbəri. Dünya istəyirsən gecə namazı qıl, axirət istəyirsən gecə namazı qıl və s. və ilə axır. Ki, hətta Quranda yazılıb ki, فَلَا تَعْلَمُ نَفْسٌ مَا اُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ. Gecə ibadət eləyənlərə onların gözünə işıq olacaq elə şeylər verəcəm ki, heç kəsin ağlından keçməyib. Başqa şeylər haqqında bu yoxdur. Amma Allah Teala deməyib gecə namazı qılmayanı yandıracaq. Əksəriyyət qılmır. Sübh namazı 2 rükətdir. Heç kəs də onun heç cəzası haqqında bəlkə heç hədisə də oxumayıb əksəriyyət. Amma bir dənə bilir yandıracaqlar. Bir dənə o sözü bilir. Ona görə namaz qılanda gecə sübh namazını qılır. Və Quran-ı Kərimdə də indi Hacı dedi, mən də bir şey əlavə edeyim. Nəzir və bəşir bir gəlib. Heç vaxt Quranda gəlməyib ki, in əntə illə bəşir. Sən yalnız müjdə verənsən. Amma gəlib in əntə illə nəzir. Sən yalnız qorxucusun. Həm nəziri əvvəl gətirib bəşirdir. Həm o, çünki o effekti çoxdur onun. Yəni insanların psixologiyası belədir ki, cəzaya görə tərbiyələnirlər. Yəni Quran-ı Kərimdə munzir. Bəli. İnnə məntə munzir. Yalnız qorxudan sonra və likulli qavmin had, hər xalqında hidayətçi var. Baxın, Ər-Rəhman surəsində nemətləri sayır da. Və şəmsi vəl qəməru və husban və nəcmüşdə yəscudan. Hamısını deyir. Fəbi əyyi alay rəbbikuma tukəzziban. Hansı neməti inkar eləyirsiniz? Sayırdı mərəcəl bəhrəni yəltəqiyan bəynəhumə bərzən. Ta gələ bura çatır ki, başlayır cəhənnəm vəsf eləməyə. Şuvazun min nar. Cəhənnəm qasıyacaq sizi filan. Deyir ki, hansı neməti inkar eləyirsiniz? Cəhənnəm və nemət. Cəhənnəm olmasa hansı abid ibadət edir? Hansı şəhid olar? Hansı arif olar? Hansı övliya olar? Hətta cəhənnəmin odundan zəmanət almış imamlar belə, peyğəmbərlər belə dua edirdilər ki, ilahi biz cəhənnəmdə yanmaq istəmirik. Niyə? Çünki sənin qəzəbinin, narazılığının ifadəsidir cəhənnəm. Əzabı qoy bir tərəfə, səndən ayrılmaq deməkdir. Sən xoşuma gəlməyənləri atırsan. Əleyhissalam elə onu deyir, da siz. Sən ayrılığı necə bilirsən? Fərz elə oduna dözdün. Səbərtu ələ əzabı, fəkeyfə əsbirəl. Bəli. Oda dözdün və sənin ayrılığı var. Yəni ki, utanıram ki, mən düşüm cəhənnəmə, ki, sənin düşmənlərindən bir yerə. Yəni, bu utanc cəhənnəm odundan daha ağırdır. Bu bir. İkinci məsələ budur ki... Güzel nöqtədir əslində. Yəni, insan o məqama digərə diqqət eləsin. Bəli, özünə hörmət eləsin, ləyaqətini vursun. İkinci məsələ budur ki, cəhənnəm, əzab məsələsi ki, Peyğəmbərlər, o cümlədən Həzrət Nuh əleyhissalam ondan təhdid etməyə gəlib, bizi ki, onunla təhdid etməyə gəlib, qorxutmağa gəlib. Yalancı vədlər deyil ki, cəhənnəm əzabı yaxşı adam olmayanların əməllərinin cəzasıdır. Yəni, biz bunu elə bir ki, unuduruq. Bizə təzyiq göstərib deyəndə ki, niyə sizin Qur'anınızda, dininizdə, İslamınızda bu qədər cəhənnəm əzabı var? Niyə Allah bəndələrinə belə cəza? Niyə? O təzyiqin şiddətindən biz unuduruq onlara deyək ki, əzizim,
bu yaxşı adamların yeri deyil ki. Yəni sən birinin haqqını yemirsənsə, sənə cəhənnəm əzabı yoxdur ki. Və əgər yeyirsənsə, sən haqq eləmirsən cəhənnəm əzabını. Sən Allahın sözlərinə, qanunlarına riayət edirsənsə, səni niyə yandırsın? Riayət etmirsənsə, sən loğalıq edirsən Allah qarşısında, gərək səni yandırsın. Biz elə bilir ki, cəhənnəm ümumidir. Yox, elə şey yoxdur ki. Aydın. Cəhənnəm bizim əməllərimizin nəticəsidir o. Vaiz məni aldatma, cəhənnəmdə od olmaz. Onlar ki, yanırlar, odu buradan aparırlar. Cəhənnəmi də adam özü qazanır. Və o da hənnası. Qorxun oddan ki, onun yanacağı insanlardır və daşdır. Cəhənnəmi də adam öz əməllərlə qazanır, cənnəti də öz əməllərlə qazanır. Belə deyil ki, cəhənnəm adlı bir şey var, ondan gərək qorxasan. Sən əməllərin düzdürsə, niyə qorxursan cəhənnəmdən? Qorxma. İndi onu deyirmiş, Həzrət Əlinin o məşhur kəlamı ki var, ilahi sənin cənnətivə görə sənə ibadət edirəm, cəhənnəm qorxusundan ibadət etmirəm, sənə ibadətə layiq bir ibadət edirəm. İndi bunu kim deyə bilər də? O məqama çatmışdır. Günahsız bir insanın haqqı var ki, desin, mən cəhənnəm əzabından qorxduğum üçün ibadət etmirəm. Baxın, Peyğəmbərimiz günah eləyəmsə, mənim nə haqqım var bu sözü? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən şəfaət səlahiyyətimi, şəfaət hüququmu, şəfaət vermək, şəfaət etmək hüququmu, imtiyazımı saxlayıram qiyamətdə ümmətimin böyük günahlar eləyənləri üçün. Niyə deyir bunu? Çünki o birilərinin belə də şəfaətə filana çox ehtiyacı yoxdur ki, elə birisi itələsən cənnətə düşərlər də. Bu birilər çətindir. Yəni bu məlum eləyir ki, düz adamların işi rahatdır. Cəhənnəmdən, onlar niyə qışqırırlar, ağlayırlar cəhənnəmin qorxusundan? Çünki onların silahıdır. Dünyanı Allah belə yaradıb ki, adam cəhənnəmdən ehtiyat eləməsə düşmə ehtimalı var. Ondan ehtiyat eləməz. Bir məsələni də icazənizlə qeyd edeyim. Adətən bəzi qurumlar, insanlar, dəstələr var ki, etiraz edirlər, deyirlər ki, bəsdir bu qədər cəhənnəmdən danışdınız. Bəsdir bu qədər qorxudan danışdınız. Və bu təzyiqin nəticəsində bəzi ruhanilər də qorxub başlayırlar bol-bol cənnətdən danışmağa. Bol-bol müjdədən danışmağa. Biraz da belə yersiz vədələr. Hə. Yəni bir ömür günah elə bir dəfə Yasin desən vəssalam bitdi getdi. İndi burada nədir məsələ? Məsələ budur ki, qardaşlar, o adamlar ki, etiraz edirlər, deyirlər, bəsdir cəhənnəmdən danışdınız. Heç görmürsünüz işi düz olan adam etiraz eləsin. Onlar dinin cənnət, cəhənnəm təlimatlarından narahat deyirlər. Onların vicdanı narahat edir onları ki, deyəsən məni deyir. Deyəsən mənim haqqımda danışır. Düzəlmək istəmir. Mən düzəlmək istəmirəm, günahkaram. Düzəlmək istəməyəndə vicdanımı susturmaq üçün nə deyirəm? Deyirəm ki, bu yaxşı danışmır. Bu dini yaxşı təbliğ eləmir. Gedim, dinin o halva deməklə ağız şirin olar məsələsini təbliğ eləyənin yanına. Yoxsa ki, Quran-ı Kərimin dini təlimatların bir problemi yoxdur. Bir nöqtəndə icazənizlə deyim. Din ciddi məsələdir. Din ciddi məsələdir. Allah rəhmət eləsin, Təbrizin böyük filosofu idi, Məhəmməd Təqi Cəfəri Əllamə. Deyirdi, tarix boyu uğurlu insanlar ciddi insanlardılar. Həyatına, taleyinə ciddi yanaşanlar uğur qazanıblar. Elə vaxtını, gününü, saatını boş-boş verləyib keçən, belə dinə dırnaq arası baxan, həyata dırnaq arası baxan insanlar, bunlar uğur qazanmayıblar. Bu uğur qazananlar ciddi insanlardılar. Bu ciddiyyət həmin o Quran-ı Kərimin cəhənnəm ayələrini bildirir. Mərhum şairimiz Bəxtiyar Vahabzadə deyirdi ki, mən elə bir şair, ədib tanımıram ki, zarafatlaşa, sevinə, toydan toya əsər yarada bilsin, düha yarada bilsin. Həmişə qəm halında, gərginlik, siz qeyd elədiniz, gərginlikdə yaradırlar. İmam Sadiq əleyhissalamın bir səhabəsi var idi, tacir idi. Yaxşı da güclü tacir idi, uğurlu tacir idi. Günlərin bir günü gəldi, imama ərz elədi ki, mən ticarəti tapşırdım uşaqlarıma. Artıq onlar idarə edirlər. Mən çəkildim evimə. İmam buyurdu, eləmə.
Ged məşğul ol ticarətlə. Yoxsa ağlın azalır. Bekar qalatsan, başlayırsan belə ağla Çünki gələn insan tənbəldir. Adətən ağlını nə vaxt işlətmək istəyir? O vaxt ki, bir şeyə ehtiyac duysun. Gərginlik olsun, bəli. Ona niyə görə əksər alimlər, dahilər çətin vəziyyətdən, kənd yerindən niyə çıxırlar oradan? Çünki beyin işləyir ki, mən nə edeyim ki, çıxış yolu tapım. Amma o adamın kefi kökdə ehtiyacı yoxdur düşünməyə. Deyirlər ki, məsələn, o modern bir şeylər də, məsələn, məişətdə lazım olan bir şeyləri icad edəndə gedib ucqar kətlərdə baxarlar ki, görək bunlar bu vəziyyətdən necə çıxırlar. Gəlir onun texniki formasını, müasir formasını düzəldirlər o mövzularda. Hacı, bir dənə də burada, məsələn, indi ağlıma gəldi, yəni, sadəcə soruşmaq istəyirəm. Məsələn, burada Həzrət Nuh Peyğəmbər buyurur ki, İnni ləkum nəzirun mubin. Mən sizə qorxudanam. Aşkar. Mubin, aşkar. Yəni, bu mubin sifətinin burada özünə aid etməsinin mənası nədir? Biz alır, məsələn, Quran-ı Kərimin özü haqqında Quran-ın mubin, kitabın mubin, əhsəynahı fi imamın mubin, aşkar surətdə də. Yəni orada bir yəni Həzrət Nuhun özünə bu aşkar sifətinin şamil olmasının nə mənası var idi? Yəni mənası budur ki, üzr istəyirəm Seyidin bayaqki sözündə mən bir şey yadımda vardı Əleyhissalam barəsində. İndi onu görüm belə. Yəni üzr istəyirəm. Məsələn, cəmaət məni görür. Mən cəmaatı görəcəm. Belə hər danışan aşkar danışmır axı. Hər danışan aşkar danışmır. Hər nəsihət verən nəsihət vermir. Hər məsələn bacardığın deyiləsə, biliyin deyiləsə, hələ təminatı dəqiq bilinmir, nədir. Deyir, mən aşkar da, məsələn, Allah Teala Quran-ı Kərimdə nə deyir ki, Ələm əhəd iləykum ya bəni Adəm əllə tə'budu şeytan innəhu ləkum əduvvun mubin. Deyir, mən sizdən əhd eləmədim ki, şeytana ibadət eləmin. O sizə aşkar düşməndir. Mubin, buradakı mubinlə, Həzrətin Nuhdakı mubin heç fərqi yoxdur. Yəni, söz baxımdan. Şeytanın da düşmənçiliyində zərrə qədər gizli bir yer yox idi, şübhəli bir yox idi. Həzrətin Musanın da nəzirligində heç bir şübhə gizli, nə də üstü örtülü. Ola bilər şübhə, ola bilər məsələn. Bir də var o qomuz deyirlər, məsələn, üstü örtülü danışmaq, tam məqsədi, məsələn, çatdıra bilməmək, ondan sonra harasınsa bişməməyi, həll olmaması, yəni bizim bu nəzirliyimizdə gizli bir şey yoxdur da, deyə bilməzlər ki, burasını başa düşməmiş. Başa düşmədi, bəli. Məsələn, nəyi başa düşmədi? Seyid bayaq danışanda oranı istəyirdim, acıdım. O ki, deyirdi, böyük alimlər deyir bu cürə, məsələn, adam özünə, məsələn, dəyər verir. Orada bir dənə mövzu vardı. Adam özünə dəyər verir. Orada Əleyhissalamın hədisi yadıma düşdü. Həzrət buyurur ki, İnnəsə mənəkum əl-cənnə fəla təbiha illə biha. Sizin dəyəriniz behişdir. Hətta bir dənə rivayətdə var. Ən aşağı dəyəriniz behişdir. Behişdən aşağı özünü satmağın. Burada da cəhənnəmdən qorxutmağın əsas rollarından biri, bayaq o Seyid də qəşəng misalı vardı, o mükafatla cərimə misalım. Orada ora adam qorxudan da çox tez gələ bilər. Hacı, mən bir dənə də İmam Baqir Əsəlam bir dənə əlavə hədisini də əlavə edeyim oraya, siz davam edin. İmam buyurur, o ki, Əli Əsəlam və İmam Hüseyin Əsəlamdan da var deyirsən o. Buyurur, sənin aşağı qiymətin cənnətdir. Cənnət deyir cismizin. Bədənivin qiyməti. Ruhunuzun qiyməti yuxarıdır. Bədənivin minimal qiyməti cənnətdir. Yəni bu cismin minimal qiyməti cənnətdir. İstəyirdim elə orada gələm, Seyid Allah kömək olsun dedi. Amma ruhunuzun belə çıxır ki, məsələn, biz dünyada harda olsa elə orada ol. Ruhan vücudan. Arada fikrimiz gedir başqa yerlərə, məsələn, qadir gəlir. O da onun fikrimizin başqa yerə gedib gəlməyi bizdə o qədər təsir eləmir. Sadəcə təxəyyülü bir rahatçılıq hiss edirik. 2 dəqiqədən sonra ondan pisinə düşürük. Amma Allah o behişti elə bir formada yaradıb ki, o elə behişdən də danışaq da biraz. Behişti Allah Teala o formada yaradıb. İnsan, məsələn, dünyada bəzi hallarda insan ola bilir elə. Yəni, məsələn, insan gecə namazına dura, indi, məsələn, fəhlədir, işçidir, yorğundur, ruzu dalıcan gedib, axır ki də bir işin sahibidir. Gəlir, məsələn, gecə namazına durub, səcdədə yuxu aparıb bunu. Bunun barəsində yeri gəlmişkən bir dənə də söz deyim, mən alimlərin birindən eşitdim onu elə. Ya bilmirəm, hədisdə gördüm, deyir Allah Teala
Həzrət Peyğəmbərə Mirac gecəsində dedi ki, mən sənin ümmətindən hər kim gecənin bir vaxtında dura gecə namazına. Yəni gecə namazı elə gecə namazı ibarəti ilə də gəlib. Amma gecənin yarısında yerindən qalxa birinci mistaqı gecə namazıdır. Təhəccüd, bəli. Gecə ibadət. Və onu orada yuxu apara, yorğunluğun çoxluğundan yuxu aparsa, qiyamətin günündə ona mən bir dənə mükafat verərəm, heç kimə verməmişəm onu və vermərəm. Nədir? Sənin əhl-i beytün camalını göstərərəm ona. Əhl-i beytün camalını göstərərəm ona. Nədir? Yəni biz, məsələn, İmam Zaman gələyini... Bir cəlalı ilə gələ bilər, cəmalı ilə gələdir. O cəmalı... Qəzəbin yox, rəhmətin göstərərəm. Yəni onun belə deyək də, məqamını göstərərəm ona. Bu siz ki, məsələn, başına qılınc vurdu, siz ki, zəhərlədi, siz ki, zindana saldı, siz ki, bu cürə işlər gördünüz buna. Buna baxın əzəmətinə, cəlalına, görün bu cəlal nədir? Bu həqiqi, bunun məsələn də həqiqəti nədən ibarətdir? Deyir, onu neylərəm, göstərərəm. Bir də deyir, Allah Teala gecə namazında yatan adamın mələklərin hamısının nəzərini döndərər ora, onun evinə. Deyə, baxın mən bəndəməm, inni ələmim, Allah təələmim, buna görə dedim. Yorğunluqdan o yatıb da, cəmat elə bilər ki, gecə namazında yatıb. Yox, dərman atıb. Səzdədə yatıb. Dərman atıb, gəlim elə vaxtında başlayım ki, yuxulayım ona görə. Yox, əvvəldə qeydim vurmuşdum. Samir müəllim, kaş elə, durub elə orada namazda yatsınlar. Vallahi onda dəyəri var. Bəli, yəni yorğunluqdan halal ruzu dalıcan, inşallahın bəndəsinə xidmət, öz ailəsinə. Hər halda durub da bu Allahın ibadətinə yorğunluğa elə hədisdə də qeyd bu cürədir. Yorğunluqdan yata ora, yəni şeydir, Allah Teala mələklərin mənzərini döndərər o adamın evinə, o adamın üstünə ki, deyər ki, bax, mən bu cürə adamlar üçün deyirdim, mən biləni siz bilmirsiniz, bu bəndələ siz deyirdiniz, qan tökənlər, siz deyirdiniz, fəsad eləyənlər. Bu tərəfini görmürdünüz. Ancaq bu tərəfini görmürdünüz, siz o tərəfini fikirləşirsiniz. Görürsünüz, cismi yerdədir, amma ruhu mənim yanımdadır. Yəni, dünyada da o behişdə ki, Əleyhisselam deyir, cismimizin qiyməti, İmam Baqir Əleyhisselam deyir, behişdir, Həzrəti Əli deyən, behiş sizin cismimizin qiymətidir. Ruhunuzun qiyməti orada ayrı bir məqamdır. Yəni, insan axirətdə o cür ola bilir ki, özü, məsələn, fiziki baxımdan bir yerdə olsun, amma ruhi tam başqa yerdə olsun. Amma bunlar da bir-birindən, bayaq dediyim kimi, yəni, xəyalımız ayrılır, gedir, heç belə 2 dəqiqədən sonra qayıdır, lap pis vəziyyət. Amma insan xalidinə fihə əbədadır da, behişdə həmişəlidir. İnsan həmişəlik oradadır, özü buradadır, ruhu göydədir və bu iki varlığın arasında təmas var. Buradakı dadı burada götürür, oradakı dadı da oradan alır, ötürür bura. Bu, hətta bəzən o dediyim gecə namazında da ola bilir ki, insan özü səcdədə yıxılıb qalıb yuxuda, amma Allah Teala deyir ki, ruhu mənim yanımdadır. Gözəl, gözəl. Deməli, Həzrət Nuh, acı ona bir qeyd mən də vurum. Ümumiyyətlə, cənnətin nemətlərini də Allah Teala sayanda bir qrup nemət cism üçündür, bir qrup nemət ruh, mənəvi nemətlər. Mənəvi nemətlər arasında məsələn deyir ki, salam eşitmə Allah. Salam eşitmədir, rizvanun min Allah. O bəzi məqamlar, bəzi görməli mənzərələr ki var. Həzrət Peyğəmbər, hədisdə var ki, Həzrət Peyğəmbərlə görüş. Bunlar hamısı cənnətin mənəvi nemətləridir. Cismi nemətlər də Quran-ı Kərim orada sayır, onlar da öz yerində. Və bəzən buyurduğunuz kimi, bəzən isə dünyada insan belə də hətta ən dadlı yemək, ən dadlı yeməklər düzülmüş süfrədə də otursa, amma narahatdırsa, insanın fikri, zikri başqa yerdədirsə, heç ən dadlı yeməkdən də o ləzzət alır. Ona görə gərək insanın o mənəviyyatı, o ruhiyyəsi... Uzkuru hadim əl-ləzzat və mahiyyə qilə və məyyə qalı və mahiyyə Rasulullah qal əl-mavd. Ölümü deyir ki, ləzzətləri, dadları məhv eləyim, acılığa çevirəni yada salın. Həzrət Peyğəmbər dedi ki, soruşlar, ya Rasulullah, o nədir? Dedi ki, ölüm. İndi insan o süfrənin üstündə bir dənə ölümü zikr eləsə, ya birinin ölümün xəbəri gəlsə, o hamısı dönəcək. Amma behişdə heç kimə ölüm xəbəri verməyəcəklər. Orada ölüm yoxdur. Və innəl axirətə ləyyəl həyəvan. Həqiqi həyat oradadır, axirətdədir. Təbiidir ki, orada bir nömrəli behişdir, amma cəhənnəm də
O da həqiqi həyatdadır. Həqiqi əzabı o cəzanı orada görür, həqiqi ədalət orada da. İnsan əzab çəkəcək cəhənnəmdə, həm də cismən. Əsas məsələ Peyğəmbərlərin dəvətində Seyyid. Əni əbudullah. Allaha ibadət edin. Və yaxud digər ifadələri də var Peyğəmbərlərin dəvəti arasında. Yalnız Allaha ibadət edin. Allahdan başqasına ibadət etməyin. Allah ta'budu illa iyyah. Və yaxud heç bir şeyi ona şərik qoşmayın. La təd'u ma'allahi ilahen axar. Yaxşı, bu Allaha ibadət. O deyir ki, Həzrəti Peyğəmbərin Nəhcül Bəlağətdə Peyğəmbərlər gəliblər ki, insanların və bütlərin ibadətindən çıxardığı Allahın ibadətinə aparsınlar. Ümumiyyətlə, bu xüsusiyyət ki, Peyğəmbərlər gəliblər, ilk dəvətin birinci sözü bu olub ki, Qulu la ilahə illallah tuflihun. Yəni, din. Hər şey onun üzərində qurulub da. Qurtuluş əldə edir. Allaha ibadət. Bu nə məna kəsb edir? Nə üçün insan yalnız Allaha ibadət etməlidir? Heç bir şey ona şərik qoşmamalıdır. Ümumiyyətlə, nə üçün insan ibadət etməlidir? Allah Teala'ya ibadət formal əmr deyil. Yəni, etibari əmr deyil. Fiktivdə, etibari əmr. Fiktiv əmr deyil. Yəni, real əmrdir. Baxın, mərhum Allamə Təbətəvəyə tələbələri sual verir ki, Allah ilə bəndə arasında rabitə nədir? Allah'ın buyurur, Allah ilə bəndə arasında rabitə yoxdur. Bəndə özü rabitədir. Yəni, mən, baxın, qul Azərbaycan dilindədir, kölə, qul. Ərəb dilində əbddir, fars dilində və bizim də dilimizdə bəndədir. Bəndə sözündə incə bir şey var. Bənd bağ deməkdir. Yəni, mən ona bağlıyam, mən Allaha bağlıyam. Bəndəlik ona görə lazımdır ki, olmasa olmaz. Olmasa həyat olmaz. Baxın, ona görə İslam fəlsəfəsində deyilir ki, şər ədəmdir, yoxluqdur. Mən Allahdan nə qədər uzağamsa o qədər şərəm. Çünki orada varlıq yoxdur. Mən orada yoxluğa düşmüşəm, ədəmə düşmüşəm. Zülmətdəyəm. Zülmətdəyəm, nurun olmadığı yerdir. Allaha bəndəlik, Allaha qulluq, əbd olmaq. Gəlin buna başqa nöqtə nəzərdən baxaq. Kainatın, yaradılışın, məxluqatın, yaranmışların, varlıq aləminin, yəni Allahdan başqa hər nə varsa, hər nə təsəvvür olunursa, bunların hamısının bütün istiqamətlərdə sahibi, yiyəsi, maliki Allah Teala'dır. Yəni bura var dövlət daxil olur, bura psixoloji durumlar daxil olur, bura mülkiyyət, malikiyyət daxil olur, bura insanın həzzi, ləzzəti daxil olur. Yəni insan nə əldə edə bilərsə, onların hamısının sahibi Allah Teala'dır. Hamısının cilovu Allahın əlindədir. Açarı və indəhu xəzainus səmavat və başqa bir ayda var ki, və indəhu məfatihul qeyb. Qeyb də var. Təxminən belədir ki, ma min şeyin illa indənə xəzainu. Elə bir şey yoxdur ki, onun xəzinələri bizim yanımızda olması. Bizim yanımızda, bizim ixtiyarımızda da. Zəhərəbində deyəndə ki, sənin pulun var, deyir, həl indəki pulsun, sənin yanında pul var. Bizim yanımızda, yəni bizim ixtiyarımızda. Yaxşı. Adam bu nemətlərin sahibinin qulu olsa nə olar? Dostu olsa nə olar? Dünyanın ağası olar. Kainatın ağası olur. Hər şeyin ağası olur. Ona görə Peyğəmbər sallallahu lazım onda ayı iki yerə bölür. Çünki ay Peyğəmbərin idi. Ay Peyğəmbərin idi. Ona görə qəlbləri fəth eləyə bilirdi. Qəlblər Peyğəmbərin idi. Allah ilə dost olmuşdu. Allahın nə qədər səlahiyyəti var, Allah verirdi öz dostuna. Ona görə İsa aleyhissalam ölü dirildirdi. Cavada Amirinin bir kəlamı var. Allah Teala nə üçün deyir ki, sən Tur dağının şərq tərəfində deyildin. Bəli. Cənubi qərbi ilə qərb tərəfində deyildin. Deyir ki, yəni bunun nə mənası var da bu şərq tərəfi, ya qərb tərəfi? Yəni bu qeydi niyə vurur?
deyir ki, bəlli olur ki, peyğəmbər üçün o qədər insan ki, bu ərazilər peyğəmbərin ovucunun içindədir. Yəni, ona görə o qeydləri də vurur ki, yəni şərq tərəfində yox, məsələn qərb tərəfində falan. Halbuki heç ehtiyac yox idi o qeydləri vurmağa. Yəni bütün yaxınlığında da hər şeyin, yəni, bütün o məkanların hamısı sanki peyğəmbərin gözünün içindədir. Əleyhissalam Seyyid o mövzuda bilən sözü vardı. Axı biz dahilərin də sözünə baxırıq da. Bəzən mülahizə eləmədən deyir ki, məsələn görək filan dahi nə deyib, adi insanlar. Sən bu yolla niyə getdin? Məsələn, filan kəs də bu. İndi məsələn, bunu ki, bizim adətimizdir və bunu öz aramızda adətən, yəni ictimaiyyət əməl eləyərlər. Sən Allaha ibadət eləməkliyə, bizə baxsıq, görək Allaha ibadət eləyən adamların hansının ağlında zəifliyi var. Dünyanın ən böyük ağıllı adamları Allaha ibadət edirlər. Əlbəttə, söhbət bir qeydi vuraq, hacı, sonra xalis, səmimi ibadətdən söhbət gedir. Avam ibadət çoxdur. Amma o adam ki, doğrudan qəlbini verib Allaha. Məsələn, Əleyhissalam deyir ibadət mövzusunda İlahi kəfabi izzən ən təkunə li rəbbən və kəfabi fəxrən ən əkunə ləkə əbdən. Mənə izzət baxımından kifayət edir, sən mənim Rəbbim olasan, iftixar eləməyə də bəs eləyir bu ki, mən sənə qul olam. İndi Allaha qul olmaq, Allaha ibadət eləmək, məsələn, əzəmətli bir şeydirsə, Əleyhissalam kimi varlıq, şəxsiyyət deyir ki, mənim elə ən böyük fəxr elədiyim şey odur ki, sənə qul olam. Və insan psixologiyasında mərkəzdən qaçma var. Düzdür ki, insan deyir, mən Allahın quluyam. Bir dənə də bunu qeyd edeyim. Yəni, onun da əsas səbəblərindən biri budur ki, insan əslində Allaha öz qul olmağını ifadə etməklə həm şükür və qədirdanlığını bildirir. Hamısı onun içərisində. Yəni, nemət sahibinə ki, insan gərək təşəkkür eləsin, o var onun içində. Hətta təqvalı olun, sizi şakir qərar verirəm o ayənin. Vəttəqullahə basər, günorta Hacı Rahiblə danışırdıq, o ayəni dediyə dünən gedəndə ki, təqvalı olsuz, şakir olacaqsınız, şükür eləyən olacaqsınız da. Yəni, hətta o iman, Allaha bəndəçilik eləmək, Allaha qul olmaqlıq insanı da elə həqiqi şakir, şükür eləyən eləyər. Allaha qulam, Allah Taalaya qul olduğum üçün mən artıq oluram, elə bil ki, dünyanın ağası. Niyə? Çünki, baxın, o adamlar ki, deyirlər, azadlıq, qulluq, niyə Allaha qul olmalıyıq və s. və ilə axır? Allah Teala buyurur ki, sənin üçün qulluq mütləq anlamda pis deyildi. O vaxt qulluq pisdir ki, yalan üzərində qurulmuş olsun. Məsələn, sən bir bəndənin qulusan, sən yalan deyirsən, sən onun qulu olmamalısan. O sənin ağan deyil. Yalan var burada. Bütün günahlarda yalan var. Loğalıq edirsən, yalan edirsən, səndən böyüyü var. Sən deyə bilməzsən, mən böyüyəm. Təkəbbür. Və s. və ilə axır. Amma Allahın qulu ən bariz reallıqdır. Yəni, belə deyil ki, alternativ var. Amma biz onu seçməmişik, Allahın qulluğunu seçmişik. Alternativ şeytanın qulu olmaqdır. Yəni, yenə qulluqdur. Sadəcə şeytan diktə edir ki, sən deyirəm, mən belə azad oluram. Əslində, daha pis qul olur. Ürəyən belə istəyir. Bir var, kainatın yiyəsinə qul olasan. Hər şey əlində olsun. Bir də var ki, elə şeylərə qul olasan ki, axırı geçsin uçuruma, cəhənnəm əzabına. Bunların fərqi var. Mərkəzdən qaçma var insanın psixologiyasında. Mən Allahın quluyam, amma şeytan elə mənə zərbə vurur, nəfsim elə mənə zərbə vurur. Görsən, ibadəti eləyirəm, gəlirəm, məsələn, suyu içəndə şuur altımda buyuran ki, suyu filan kəs verdi. Allah buyurur, Ubudullah, Peyğəmbərlər buna deyin ki, Allah ibadət eləsin. Nə bileyim, xəstələnirəm, şəfanı elə bilirəm ki, dərman verdi. Allah deyir ki, nəzərdən qaçırtma. Əsas məqsəddən yayılır. Daim insanın keşiyi bu olmalıdır. Keşik çəkməlidir ki, mərkəzdən qaçmayım. Allaha qulluğu unutmayım heç bir parametrdə. Nə dilimdə, nə qəlbimdə, nə ruhumda, nə gərginlikdə, nə rifahda. Bəli. Məsələn, mən bir söz deyim, İsa Aleyhisselamın quş yaratması, yarasa yaratması məsələsinə baxın. Deyir ki, və iz təxluqu minət-dini kəhəyəti tayri biizni. O zaman ki, mənim iznimlə quşun heykəlini düzəldirsən.
Fətanfuxu fihi. Fətəkunu tayran bi izni. Ona üfürürsən mənim iznimlə. O quş olur mənim iznimlə. Nəyə diqqətini cəlb etmək istəyirəm? Biz gündə nə qədər üfürürük, nəfəsimiz gedir. Hara getsin mənim yanımdasın. Nəfəsimiz nə qədər gedir? Heç Allahın iznini yadımıza saldırırıq. İsa Aleyhisselam'a deyir, necə ki sənin o ecazkar işi eləməyin mənim iznimlədir, o üfürməyin də mənim iznimlədir. O palçıqdan onu düzəltməyin də mənim iznimlədir. Yəni mərkəzdən qaçma, daim ibadət. Heç nə. Təəssüflər olsun ki, vaxtımız tükəndi. Allah qəbul eləsin Çox inşallah. gözəl nöqtələrə toxundunuz. Təşəkkür edirəm. Allah qəbul eləsin inşallah. Amin. Amin. Allah'a emanet olun.